Sabahınız xeyir, əziz tamaşaçılar. Sağlıqlanın bugünə olan ilk buraxılışında hamınızı salamlayıram və nəzərinizə çatdırmaq istəyirəm ki, bu buraxılışımızda biz bir çox insanları narahat edən köp problemi haqqında danışacağıq və studiyamızın qonağı Vital Klinikanın həkim-terapevti Məlahət Abbasovadır. Məlahət xanım, xoş gəlmişsiniz studiyamıza. Yenidən siz studiyamızda görməyimizə çox şadıq. Siz gələndə həmişə maraqlı, dəyərli məsləhətlər verirsiniz və tamaşaçılarımız üçün də maraqlı olacaq bilirəm ki. Və ilk sualım belə olacaq ki, deməli, köp nədir ümumiyyətlə və yaranma səbəbi nədir bunun? Demək, müasir gastroenterologiyada köp problem olaraq qalır. Yəni, köp elə bir insan yoxdur ki, o həyatında bir dəfə də olsun köpdən narahat olmasın. Yəni, köp onu narahat eləməsin. Yəni, elə bir insan yoxdur. Yəni, elə bir insanlar var, yəni köpdən əziyyət çəkirlər. Onlar ömür boyu köpdən əziyyət çəkirlər. Onlardan çox az bir hissəsi, yəni köp onu narahat edir, həkimə müraciət edirlər. Köp nədir? Köp bağırsaqlarda qazın normadan artıq yığılmasıdır. Köp odur. Və normadan artıq yığılır və bunun səbəbi nədir? Nəyə görə əmələ gəlir? Normadan artıq yığılır, o çıxış yolu tapmır. Yəni, nəyinsə sayəsində, hansısa bir xəstəliyin və yoxsa nəyinsə bir sayəsində həmin o qazların bədəndən çıxmasına maneçilik yaranır. Köp, bayaq qeyd elədim ki, yəni çox insanlar var ki, onlar köpdən əziyyət çəkirlər. Onlar daima köpdən əziyyət çəkirlər. Bu, onların artıq həyat tərzinə çevrilir və onların həyat tərzinin, yəni onların inkişafının qabağını alır. Yəni, onlar həyatda daima həmin köpdən əziyyət çəkirlər və belə bir insanlar köpdən əziyyət çəkirlər və belə bir insanların mütləq həkimə müraciət etməsi məsləhətdir. Nəyə görə məsləhətdir ki, yəni köp insanı çox əziyyət verir. Yəni, onun qarında bir cüzər narahatçılıqlar yaradır, ağrılar yaradır, köpmə yaradır, qarnın böyüməsi halları yaradır və onda bir sıra narahatçılıqlara gətirib çıxarır. Yəni, köp nədir? Köp özü nədən yaranır? Hansı səbəblərdən köp yarana bilər? Köpün yaranmasının bir çox səbəbləri vardır. Bunlardan biri, yəni birinci onu qeyd eləmək lazımdır ki, hansı yollarla, yəni hava, köp, yəni mədə-bağırsaq sistemində olan havadır. Həmin hava hansı yollarla orqanizmə daxil olur? 70% hallarda ağız boşluğundan daxil olur. Hətta biz söhbət elədikdə də 2-3 millilitr havanı uduruq. Və yaxud da ki, həmin hava nə ilə qəbul olunur? Tez-tez yeməyi qəbul eləyəndə, ümumiyyətlə belə söhbət eləyəndə, saqqız çeynəyəndə, yeməklə bərabər, yemək yeyəndə, yeməklə bərabər biz havanı da qəbul edirik, bağırsaqlarda qəbul olunur. İkinci, mədə və bağırsaqlarda yaranan köpdür. Yəni, mədə və bağırsağın hansısa bir xəstəliyindən, fermentativ pozğunluqdan mədə bağırsaqda yaranan qazlardır. Üçüncüsü isə qanın plazmasından bağırsaqlara keçən qazlar nəticəsində mədə-bağırsaq sistemində qazlar yaranır. Ümumiyyətlə, qazlar ən çox mədədə və yoğun bağırsaqda toplanır. Ümumiyyətlə, qazların getməyi isə yoğun bağırsaq vasitəsilə soğurulur. Əgər təsəvvür edin ki, yoğun bağırsağın divarları qaz qabarcıqları ilə tutulubsa, onun keçməyinə mane olursa, biz qəbul etdiyimiz su da yoğun bağırsaqdan, yəni qanın plazmasına süzülür. Həmin o qabarcıqlar qanın plazmasına süzülməyinə mane olur. Demək, bayaq qeyd elədik ki, köplər yəni 3 səbəbdən və 3 yolla mədə-bağırsağa daxil olur. Və mədə-bağırsaq sistemində yəni belə bir sual oluna bilər ki, nə baş verir ki, həmin qazlar toplanır. Demək, bayaq qeyd elədik, həmin qazlar toplanır, birinci növbədə fermentativ pozğunluqlar nəticəsində. Mədə-bağırsağın hansı bir xəstəlikləri nəticəsində. Üçüncüsü isə mədə-bağırsaq sistemində, yəni bağırsaqda o sorulma prosesinin pozulmasıdır. Yəni, qanın plazma hissəsində, qanın plazma hissəsi ilə qanın divarının arasında olan yaranan, yəni oradakı olan osmotik təzyiqin dəyişməsi nəticəsində. Yəni, bağırsaqlardan qazın qana keçməsi və yaxud da qandan bağırsaqlara keçməsi pozulur. Nəyə görə pozulur? Qaz qabarcıqları çox xırda bir qaz qabarcıqlarıdır. Həmin qaz qabarcıqları mədə möhtəviyyatı ilə əhatə olunur. Əhatə olunanda həmin o möhtəviyyat bağırsağın divarına çökür və bağırsağın divarında müəyyən bir hissəsində parez yaradır. Və həmin parez nəticəsində, yəni buna
Yəni bu parezi başqa parezlərlə demək səhv salmaq olmaz. Bu parez müvəqqəti bir parezdir. Yəni hansısa bir dərman preparatları qəbul elədikdə və yaxud da ki oturduğu yerdən, yəni öz şəraitini dəyişəndə, bir qədər durub yol gedəndə həmin parez keçə bilər. Yəni müvəqqəti olaraq bağırsağın müəyyən bir hissəsində parez yaranır və həmin o parezin nəticəsində də qarında ağrılar, sancı şəklində, yəni bəzi insanlarda ağrı şəklində, bəzi insanlarda köp şəklində, bəzi insanlarda tutma şəklində özünü biruzə verir. Yəni köpü elə belə bir simptom kimi baxmaq lazımdır. Yəni köp olan insanlarda bəzən ürək bulanma, qıcqırma, mədə qıcqırması və yaxud da ki başqa bir demək hıçqırma, belə bir hallar olur ki, həmin insanlar hansısa bir məclisdə oturanda çox əziyyət çəkirlər. Yəni özləri onların qarınlarında bəzən belə xırda qaz qabarcıqlarının yer dəyişməsi nəticəsində qurultular olur ki, həmin insanlar müəyyən bir insanların yanında oturanda yəni çox əziyyət çəkirlər. Yəni belə bir insanlar varsa, köpdən narahatçılıqları olan insanlar varsa, onlar o səbəbləri gözləmədən, hansısa bir xəstəliyin zühur etməsini gözləmədən, yəni həmin köp hansısa bir xəstəliyin ilkin əlaməti olaraq biruzə verə bilər özünə. Yəni onu gözləmədən mütləq həkimə müraciət eləməlidir ki, görsün ki, bu köpün yaranma səbəbi nədəndir. Mən tamaşaçılarımızın nəzərinə çatdırım ki, biz köp problemi haqqında danışırıq. Yəni bu problem bir çox insanlarda var. Əgər doğrudan belə probleminiz varsa, hal-hazırda studiyamızda Məlaət Vital Klinikasının həkim terapevti Məlaət xanım əyləşib. Buyurub studiyamıza zəng edib Məlaət xanıma öz suallarınızı ünvanlaya bilərsiniz. Həmçinin unutmayın ki, 8620 nömrəsi və Facebook səhifəmiz də aktivdir. Bəli, Məlaət xanım, siz dediniz bu köp demək ki, elə belə yaranmır. Demək ki, nəsə bir patologiya baş verir. Hər hansısa dediyiniz bu yəni faktorlardan irəli gələ bilər. Mədə-bağırsaq sisteminin hansı xəstəliklərindən? Bax, yəni bayaq siz qeyd etdiniz ki, mədə-bağırsaq sistemindən gələ bilər. Burada hansı patologiyalar baş verər ki, köp yaranar? Yəni bax belə sual var. Burada bunu biz iki böyük bir hissəyə bölə bilərik. Birinci növbədə mədə-bağırsaq sistemi xəstəliklərindən əmələ gələn köp, bir də mədə-bağırsaq sistemindən asılı olmayaraq, yəni başqa bir orqanların xəstəliklərindən əmələ gələn köp. Burada mövzumuz mədə-bağırsaq sistemi xəstəliklərindən olduğuna görə əsas mədə-bağırsaq sistemi xəstəliklərindən sayacağım. Yəni köp bir sıra mədə-bağırsaq sistemi xəstəliklərindən özünü biruzə verər. Bundan mədəndə demək, mədə və onkimarmal bağırsaq xəstəlikləri, yəni onların iltihabları, yaraları, nasib bağırsağın iltihabları, yoğun bağırsağın iltihabı, yəni kolitlər, xroniki kolitlər. Sonra bundan başqa mədə-bağırsaq sisteminin şişləri ola bilər ki, yəni bu da mexaniki demək basılması nəticəsində, hansı demək mexaniki bağırsağın divarına təsir eləməsi nəticəsində köp əmələ gələ bilər. Yəni bu mədə-bağırsaq sistemi xəstəliklərinə və mədə-bağırsaq sisteminin digər xəstəliklərinə, öd daşı xəstəliyi vardır ki, öd daşı xəstəliyin ola bilər ki, xəstənin ödündə daş ola bilər. Yəni heç bir özü haqqında, yəni lal daşı ola bilər, özü haqqında heç bir məlumat verə bilməz. Yəni o insanlar çox vaxt köpdən əziyyət çəkirlər. Yəni onların birinci simptomu köp olur. Ultrasəs müayinəsinə gələndə ki, sən hansısa bir xəstəliyin ümumiyyətlə, yəni profilaktik olaraq ultrasəs müayinəsindən keçəndə görürlər ki, yəni bunların öd kisələrində daş var. Amma bu daş, yəni heç bir ağrı ilə özünü biruzə vermir, köp əlaməti ilə özünü biruzə verir. Yəni burada öddəki daş var, fermentasiya pozğunluq var, ödün nəqli pozulur və yağların parçalanması prosesi ləngidiyinə görə mədə-bağırsaq sistemində köp əlamətləri əmələ gəlir. Pankreatitlərdə, yəni mədə-altı vəzin xəstəliklərində də köp əlaməti ola bilər və yaxud da ki, qaraciyərin xəstəliklərində, qaraciyərin hepatitlərində, iltihabı proseslərində, qaraciyərin sirrozunda və s. bir sıra mədə-bağırsaq xəstəlikləri vardır ki, bu xəstəliklərdə demək köp yaranır. Mədə-bağırsaq sistemi xəstəliklərindən orada görürsünüz, yəni animasiyada mədə-bağırsaq sistemi xəstəliklərindən burada yəni qaraciyərdə, ötdü bu normal qaraciyərdə fikir verirsiniz. Burada normal qaraciyərlə sirrotik qaraciyərdə. Görün qaraciyərdə, yəni bu sirrozun nəticəsində nə cür hallar qaraciyərin o gözəl parlaqlığı itir və sirrotik birləşdirici toxumalar yaranır. Çox vaxtda insanlar köplə asiti qarışdırırlar. Yəni asit nədir? Asit
qarın boşluğunda yığılan mayedir. Yəni buna fikir verin. Qarnı böyüyüb fikirləşir ki, hə, köpdür. Nəsə eləyərəm, keçər, eləyər. Amma ola bilər ki, hansısa bir xəstəliyin çox ağır bir simptomu kimi o özünü biruzə verə bilər. Və bu köp ola bilməz, yəni qarın boşluğunda yığılan maye ola bilər. Ümumiyyətlə, qaraciyərin sirrozunda belə bir hallar olur. Qarın boşluğuna maye yığılır. Yəni həmin maye 5-10 litrə qədər qarın boşluğunda maye yığıla bilər. Ya bu insan yəni bundan xəbərsiz olar. Yəni o elə bilər ki, onun mədə-bağırsaq sistemində yəni köp əlamətləridir, köpdür. Mədə-bağırsaq sistemi xəstəliklərindən çox ağır bir xəstəlik də vardır ki, yəni virusla insan orqanizmə keçir. Yəni hepatit B-C virusudur. Yəni bu hallarda da çox ağır periodlarda yəni qaraciyər zədələnir və mədə-bağırsaq qarın boşluğunda maye yığıla bilər. Yəni profilaktik olaraq, yəni bu hala gəlib çıxmamaq üçün profilaktik olaraq mən həkim, terapevt kimi, yəni bizim dinləyicilər, bizim tamaşaçılara məsləhətim odur ki, onlar ən azından ildə bir dəfə, amma məsləhətdir ki, ildə 2 dəfə profilaktik müayinədən keçsinlər. Yəni virusları, ən azından qaraciyərin ən azından ultrasəs müayinəsindən, qaraciyərin fermentlərini, qan ümumi analizini, virusları, hepatit B-C virusunu yoxlamaq lazımdır. Yəni biz hamımız məişətdə istifadə elədiyimiz bəzi hallar var ki, biz onlardan istifadə edirik. Yəni manikür, pedikür otaqlarından, bəzi balaca operasyon otaqlardan, ginekoloji otaqlardan, yəni istifadə edilir, stomatoloji, yəni kabinetlərdən istifadə olunur və ola bilər ki, belə bir hallarda, yəni hepatit B-C virusu keçə bilər, yəni insan bundan xəbərsiz olar. Yəni bunu faciə kimi qəbul eləmək lazımdır. Yəni profilaktik müayinədən keçəndə B-C virusu, onu demək, elə eləmək lazımdır ki, yəni insan immun sistemini möhkəm olsun. Ola bilər ki, hansısa bir soyuq dəymə nəticəsində və yaxud da hansısa bir xəstəlik nəticəsində insanın immun sistemi zəifləyər, həmin B-C virusu baş qaldırar və qaraciyərdə geriyə dönməyən proseslər yarada bilər. Və bu da çox ağır bir simptomdur. Yəni bu hala gəlib çıxmamaq üçün mütləq həkim nəzarətində olub və profilaktik ən azından bir sıra qan analizlərini ultrasəs müayinəsindən keçmək lazımdır ki, ağır nəticələrə gəlib çıxmasın. Burada animasiyada fikir verirsiniz, yəni öd daşı xəstəliyidir. Yəni ödündə daş olan insanlar yəqin ki, mənə qulaq asırlar. Onlarda ola bilməz ki, yəni köp əlamətləri olmasın. Köp əlamətləri qıcqırma, ürək bulanma, sağ qabırğaltı nahiyəsində ağrı, küt ağrı, daimi narahat eləyən, kürəyə verən ağrılar, qola verən ağrılar, hətta belə insanlarda ümumiyyətlə halsızlıq, demək, yuxulluluq, halsızlıq, belə bir hallar olur. Yəni özlərini narahat hiss eləyirlər. Yəni belə halda fikir verirsiniz, yəni animasiyada ödün laparoskopik metodla, yəni öd daşını, öd kisəsinin laparoskopik metodla çıxarılması yəni göstərilir. Yəni bayaqki animasiyada öd kisəsinin çıxarılması, yəni bu heç də çətin deyildir. Həmin o daşlardan azad olub, yəni sizə ağrı verən o daşlardan azad olmaq lazımdır. Mələt xanım, zəngimiz var, qəbul edək. Alo. 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 Buyurun, eşidirik sizi. Kimlə danışırıq? Güney xanımdır, narazı. Hə, buyurun Güney xanım. Salamlaydım öncə. Həkimə bir sualım vardı. Mən dedim ki, həddindən artıq yemək də yesəm, su da içsəm, mənə köp verir. Bir də elə ki, sol tərəfimə yığışır. Solum çox ağrıyır da, pirüstüb kimi ağrı verir. Xanım, televizorun səsini alın biraz. Elə ki, uziyə düşmüşəm, onda deyir ki, 12 barmaq bağırsağı çox yığılır, ondandır. Elə bir şey ola bilər? Bəli xanım, bayaq mən qeyd elədim ki, mədə 12 barmaq bağırsaqda, ümumiyyətlə mədədə və yoğun bağırsaqda qazlar yığılır. Yəni burada sizdə yəqin ki, fermentativ pozğunluq var. Yəni yemək mədəyə düşdükdə orada demək turşu var. H-xlor, yəni xlorid turşusu var. Xlorid turşusu həmin maddələri parçalayır. Yəni mədəyə daxil olan maddələri parçalamaq qabiliyyətinə. Ola bilər ki, sizdə xlorid turşusu azdır. Yəni həmin maddələri parçalamaq qabiliyyətinə malik deyildir. Ona görə də siz yemək yeyəndə sizin mədə və 12 barmaq bağırsağınızda qaz toplanır. Yəni fermentativ pozğunluq var. Bunu çox asan bir yolla aradan qaldırmaq olar. Əgər siz həkimə müraciət eləsiniz. Yəni
yəni düzgün bir həkimin əlinə, yəni düzgün müraciət eləsəz, çox asan bir yolla bu demək problemi aradan qaldırmaq mümkündür. Ümumiyyətlə Məlahət xanım, bir çox insan şikayət edir ki, yəni qidalanmadan irəli gəlir. Yəni bir çox insan qida qəbulundan sonra bu köplər yaranır. Bu doğrudan belədirmi və hansı qidalar yəni bu köpü yaradır və ümumiyyətlə nəyə görə qidalanma köpü yaratmalıdır? Əslində yaratmamalıdır. Demək, yenə də mədə-bağırsaq sistemindəmi, digər orqandamı, siz bayaq qeyd etdiyiniz kimi hər hansısa bir problem var, patologiya var, nəsə bir, yəni bundan irəli gələ bilərmi? Əlbəttə, əlbəttə. Demək, bayaq qeyd elədik ki, elə bir insan yoxdur ki, o həyatında bir dəfə də olsun köplə qarşılaşmasın. Yəni köp onu narahat eləməsin. Yəni elə bir insan yoxdur. Əgər köp varsa, demək, problem də var. Mədə-bağırsaq sistemində və yaxud da ki, mədə-bağırsaq sisteminin qonşu orqanları, qaraciyərdə, öd kisədə, mədə-altı vəzdə və yaxud da ki, digər bir orqanlarda problem var. Yəni bu köpü nəyə nəzarət etməyə? Hər bir insan öz həkimi olmalıdır. Yəni siz bayaq çox gözəl qeyd elədiniz ki, hər bir insan bilir ki, hansı qidanı qəbul edir və həmin qidadan sonra onda hansısa bir problem, narahatçılıq yaradır. Birinci növbədə ondan başlamaq lazımdır ki, hansısa bir qida sizdə köp əlaməti yaradırsa, yəni o qidadan imtina eləmək lazımdır, birinci növbədə. Amma ki, yəni bunu yaradan səbəbi də aradan qaldırmaq üçün, yəni həkimə müraciət etməlidir ki, mütləq profilaktik müayinədən keçməlidir. Bu bir. İkincisi, yəni hansısa bəzi qida maddələri vardır ki, onlar həqiqətən də insanlarda mədə-bağırsaq sistemində köp əlamətləri yaranır. Bunlar qızarmış ət və qida ət məhsullarıdır, xəmir xörəklərdir, bunlar mədə-bağırsaq sistemində köp yaradır, paxlalı bitkilərdir, qara çörəkdir, kələm, sonra... Yəni bu da bir maraqlı informasiyadır. Qara çörək demək ki, köp yaradır. Yəni bir çox insanlar bəlkə də bunu bilmirdi. Sadəcə ağ çörəyi bilirdilər. Yəni ancaq qara çörək köp yaradır və ümumiyyətlə çörəyi demək təzə bişmiş halda qəbul eləmək olmaz. Yəni isti çörək, yəni biz çox sevirik isti çörəkdən, amma isti çörək əslində qəbul eləmək olmaz. Yəni bir gündən qalma, 2 gündən qalma çörəyi boyat şəkildə qəbul eləmək lazımdır ki, yəni o mədə-bağırsaq sistemindən rahat keçsin və həzmi ləngitməsin. Yəni isti çörək həzmi ləngidir. Və bir sırada qazlı su maddələri vardır ki, həmin qazlı su maddələrindən istifadə eləmək olmaz. Yəni, adlarını çəkməyəcəm, qazlı su maddələrinin hamısına aiddir. Yəni, mədə-bağırsaq sistemində əgər həkim də dietasında hansısa bir xəstəyə, məsələn, qazlı bir su təyin eləyirsə, həmin mineral maddəni, mayeni mütləq qazı çıxandan sonra ilıq şəkildə yeməkdən əvvəl qəbul eləmək lazımdır. Məlahət xanım, bayaqlar siz dediniz ki, hətta qaraciyərin virusları, BC virusları olarsa belə, yəni buradan da irəli gələ bilər, bu köp ola bilər. Ona görə də artıq bu müayinəsini istərdim keçək ki, yəni müayinəsi necə aparılmalıdır? Əgər hətta qaraciyərdən bu viruslardan köp gələ bilərsə, demək müayinəsi necə aparılmalıdır? Ümumiyyətlə viruslardan köp gəlmir. Viruslar özləri qana daxil olur və onlar qaraciyər toxumasını yəni zədələməklə, yəni xırda-xırda zədələməklə məşğuldurlar və qaraciyər toxuması da çox regenerasiya olma qabiliyyətə malik olan bir orqan olduğuna görə, yəni bu virusların təpkisinə çox gec cavab verir. Yəni ki, regenerasiya olur, öz-özünü təmizləmə qabiliyyətinə malikdir. Yəni, hepatit B-C virusu olan insanlar varsa, mən bayaq da qeyd edirəm, onlar profilaktik müayinələrdən keçməlidirlər və ən azından onlar azon müalicəsi qəbul eləməlidir. Nəyə görə? Nəyə görə azon müalicəsi qəbul eləməlidir? Birinci növbədə azon müalicəsi insanın orqanizmin immun sistemini qaldırır. İkinci növbədə azon, bəzən görsən deyirlər ki, yəni məhlul şəklində azon hazırlandı, yəni vuruldu. Bu düzgün deyildir. Azon azonlaşa orqanizmə daxil olmalıdır, qana daxil olmalıdır. Nəyə görə? Azon çox tez parçalanma qabiliyyətinə malikdir. Onu azonlaşa orqanizmə, bədənə yeridəndə və o bədəndə, qan dövranında o atomar oksigenə və məhlul oksigenə parçalanır. Atomar oksigenin bakteriyatid qabiliyyəti vardır. Yəni o orqanizmdə olan infeksiyaları öldürmə qabiliyyətinə malikdir. Yəni virusların virulentliyini, yəni onun demək, nə qədər ziyan verəcək faizinin qabağını alır, onu virulentliyini, yəni onun titrını aşağı salır. Molekulyar oksigen isə, yəni orqanizmi oksigenləşdirir. Yəni orqanizmin saflaşmasına, orqanların saflaşmasına, oksigenləşməsinə gətirib çıxarır. Məhz ona görədir ki, mütləq yəni diqqət eləsinlər. Azon müalicəsinə gedəndə onlar diqqət eləsinlər ki, azon aparatı işləyə-işləyə həmin azon
mikrobun orqanizmə daxil olmalıdır ki, həmin mikrobların virulentliyini azaltsın. Yəni, hepatit B-C virusu olanda, yəni bunu xəstə özündə, yəni biləndə ki, onda hepatit C virusu, bunu faciə kimi qəbul eləməyə lazım deyildir. Orqanizmi, yəni immun sistemini daim möhkəm saxlamaq lazımdır. Soyuq dəymələrdən bəzi virusların, yəni qrip epidemiyalarından özünü qorumaq, ya ən azından 2 dəfə həkimin profilaktik müayinəsindən keçməyə lazımdır ki, yəni həmin virusların, həkim də həmin virusların virulentliyini azalmaq üçün bəzi tədbirlər görəcəkdir. Bəs köpü olan xəstələr, yəni müraciət etdikdə hansı müayinələrə yönəldirsiniz? Köpü olan xəstələr, yəni köp ancaq hansısa bir xəstəliyin bir simptomudur. Yəni köp xəstəlik deyildir. Köp özlüyündə xəstəlik deyildir. Hansısa bir xəstəliyin ilkin simptomudur. Yəni həkimin burada bir nömrəli işi həmin xəstəliyi tapmaq lazımdır ki, nəyin nəticəsində bu köp əlaməti yaranıbdır. Birinci onu tapmaq lazımdır və ondan sonra məhz həmin xəstəliyin müalicəsi ilə məşğul olmaq lazımdır. Amma ev şəraitində, məsələn, hələ insana, məsəl üçün, elə bir şəraitdədir ki, onun əli həkimə çatmır. Yəni onu daima köp əziyyət verirsə, köpdən əziyyət çəkirsə, həmin insanlara bəzi məsləhətlər verə bilərəm. Yəni, hamının evində yəqin ki, körpə uşaqları var. Yəni, körpə uşaqlarda da köpdən, yəni, çox, demək, kiçik yaşlarında doğulanda uşaqlar köpdən əziyyət çəkirlər. Həmin uşaqlarda, yəni, uşaqlar dilləri deyə bilmirlər, onlar nədən əziyyət çəkirlər. Yəni, elə bir körpə evlərində körpələri olan varsa, əgər uşaq yeməkdən sonra və yaxud da yeməkdən əvvəl qışqırırsa, ağlayırsa, narahatsa, qızarırsa, ayaqlarını qarına doğru yığırsa, artıq bu uşaqda köpdən fikirləşmək olar. Bəzi maddələr vardır ki, yəni bunu çox insanlar bilirlər ki, şüd suyu, zirə, raziyənə suyu qaynadıb uşaqlara verdikdə, yəni o köplərdən azad olurlar. Yəni uşaqlarda nəyə görə həmin köp yaranır? Yəni yeni doğulmuşlarda, vaxtından əvvəl doğulmuşlarda onlarda müvəqqəti bağırsaqların bir qədər peristaltikası zəif olur. Ona görə də o uşaqlar qazı ötürmə qabiliyyətini, bağırsaqları onların qazı ötürmə qabiliyyətini malik olmur. Və uşaqlar da ağlayanda ağız boşluğundan 70% bayaq qeyd elədik, havanı udurlar və onların bağırsaqlarında köp yaranır. Və yaxud da hamilə qadınlarda da çox vaxt köpdən əziyyət çəkirlər. Nəyə görə? Onlarda uşaqlıq böyüyür və bağırsaqları sıxır. Bağırsağı sıxanda bağırsaqların hərəkət peristaltikası zəifləyir və onlarda çox vaxt köp əlamətləri, qəbizlik əlamətləri yaranır. Yəni, hamilə qadınlar qida rasionuna, yəni diyetalarına diqqət eləməlidir. Yuxarıda saydığımız qida məhsullarından bir qədər uzaq olmalıdırlar. Şirin meyvələrdən, yəni istifadə eləməməlidirlər, qara çörəkdən, kələmdən, paxlalı bitkilərdən, un məhsullarından, şirin məmulatlardan özlərini qorumalıdırlar. Yəni diyetalarına fikir verməlidir və onlar çoxlu gəzməlidirlər ki, onların bağırsaqlarının peristaltikası artsın. Amma belə həyatda normal insanlara gələndə bayaq qeyd elədim ki, yəni mütləq xəstəlik həkimin nəzarəti altında həkim müayinəsindən keçib xəstəlik tapılmalıdır ki, hansı xəstəlikdən bu köp əlaməti yaranmışdır. Həmin xəstəliyə qarşı mübarizə aparmalıdır. Və bəzi xalq təbəbətindən deyə bilərəm ki, yəni istifadə eləsinlər əlləri, yəni zəncəfil var. Yəni zəncəfil yeməkdən əvvəl və yaxud da yeməkdən sonra onu döyüb, qaşığın ucunda yarım stəkan ilıq su ilə onu içsələr, mədə-bağırsaq sistemində köpün yaranmasın. Bəli, zəncəfil. Doğrudan bu da maraqlıdır. Tamaşaçılarımız da yəqin eşitdilər. Zəncəfili deməli əzmək lazımdır. Zəncəfili əzirsən, qaşığın ucunda yarım stəkan suyun içərisində onu qarışdırıb, yəni belə ilıq suda, bəli, ilıq suda onu qarışdırıb yeməkdən yarım saat sonra içmək olar. Və yaxud da ki, zirə, cirə, raziyənə, onları da dəmləyib dəmləməsini bütün gün ərzində içmək olar. Nanə cövhəri, o bağırsaqlarda olan spazmanı yəni götürür və bağırsağın hərəkətlərini, spazmanı götürür və bağırsağın peristaltikasını təmin edir. Nanə cövhəri bayaq qeyd elədim, yəni uşaqlarda çox gözəl kömək edir nanə cövhərə, yəni böyüklər də nanə cövhərinə istifadə edə bilərlər. Və yaxud da ən azından bağırsaqlarda çox narahatçılıq olanda, çox spazma olanda noşba preparatından istifadə edə bilərlər. Əgər yenə də həkimin nəzarəti altında fermentativ preparatlardan istifadə edə bilərlər, aktivləşmiş kömürdən istifadə edə bilərlər, polifenoldan istifadə edə bilərlər. Yəni bu da həkim nəzarətində olmalıdır ki, çünki aktivləşmiş kömür qazları özünə
içində toplamaqla bərabər mədə-bağırsaq sistemində olan lazımlı fermentləri, lazımlı mikroelementləri də özləri ilə toplayıb mədə-bağırsaq sistemindən çıxardırlar. Yəni bu da mütləq həkim nəzarətinin altında olmalıdır. Yəni müəyyən bir periodlarda, yəni uzun müddətdə bundan istifadə eləmək olmaz. Çünki orqanizmə lazım olan fermentləri və mikroelementləri itirir. Melahat xanım, bu kök ola bilərmi ki, qida rejiminin pozulmasından da irəli gələ bilərmi? Bax, dedik qidanın tərkibindən, yəni ondan asılıdır, yəni nə yeyəcəyimizdən asılıdır. Ancaq bu rejim var, rejimin pozulmasından da irəli gələ bilərmi? Bir insan gün ərzində bir müddət ac qalır, sonra qida qəbul edir. Bundan da irəli gələ bilərmi? Bilirsiniz, yəni insan orqanizmi elədir ki, o çox özünü yəni təmizləmə qabiliyyətinə malikdir. Yəni biz istədiyimiz qədər yəni güc gəlirik öz orqanizmimizə. Yəni nə ilə güc gəlirik? Yəni biz vaxtında yemirik, qida rejiminə riayət eləmirik. Yəni vaxtında qida qəbul eləmədikdə, vaxtsız qidanı qəbul elədikdə orqanizm daimi işləməyə məcbur olur. Yəni mədə-bağırsaq sistemi daimi işləməyə məcbur olur. Yəni onu daimi işləməyə məcbur etməmək üçün, ona zor gəlməmək üçün mütləq qida rasionuna, qida rejiminə riayət eləmək lazımdır. Yəni 4 saatdan bir, 5 saatdan bir qida qəbul eləmək lazımdır. Mütləq, yəni uzun müddət mədə-bağırsaq sistemini aç saxlayıb, sonra müəyyən müddət, yəni çoxlu qida qəbul etdikdə, yəni orqanizm gücə düşür, yəni onun öhdəsindən gəlmir. Siz fikir vermişsiniz, çox bir insanlarda yemək qəbulundan sonra, yəni köb, narahatçılıq, hətta o yeməyə peşman olur ki, nəyə görə mən yedim, yəni belə bir hallara düşdüm. Və çox yemək də olmaz yəqin ki, bir dəfə çox porsiyalarla, ümumiyyətlə mədə-bağırsaq sistemində az tez yemək, yəni 3 saatdan, 2 saatdan bir az tez yemək, amma fasilə mütləq olmalıdır. Yeməklər arasında mütləq fasilə olmalıdır ki, yəni mədə-bağırsaq sistemi həmin qəbul edilən yeməyin öhdəsindən gəlsin. O mütləq o fasilə olmalıdır. Dietoterapiya, yəni ki, dietik yeməklərdən istifadə eləmək lazımdır. Tez həzm olunan yeməklərdən istifadə eləmək lazımdır. Yəni, insan hərdən yeməyə belə həyatın yəni mütləq bir hissəsi kimi baxır, amma yeməyi onun üçün yeməyə lazımdır ki, insan sağlam olsun. Bəli, sağlam olsun. Yəni, biz sağlamlığımıza görə qida qəbul eləməliyik. Ona görə qəbul eləməliyik ki, yəni bu qida yaxşıdır, dadlıdır, buna görə qəbul eləməməliyik. Amma sağlamlığımızı nəzərə alıb yeməyi. Mən keçən verilişimizdə demişdim ki, yeməyin dadını insan ancaq ağzında hiss eləyir. Aşağı getdi, hər bir yeməyin dadı hamısı bir-birinə qarışır. Yəni, dadı ancaq o ani bir həzz üçün insan öz mədə-bağırsaq sistemini, ümumiyyətlə mədə-bağırsaq sisteminə əlaqədar bütün orqanları, yəni o zərbə altına qoymamalıdır adi bir həzzə görə. Mütləq yemək yeyəndə, əlin yeməyə gedəndə fikirləşməlisən ki, mən bu yeməkdən yəni hansısa mənə bir effekt verəcək, yəni mənim sağlamlığıma xeyir olacaq ya yox. Yəni dəyər yeməkdir. Çünki ani bir həzdir azdır. Bir də Melahat xanım, yemək yedikdə yəqin ki, bir də nəyə diqqət etmək lazımdır? Təbii ki, mən sizdən soruşuram ki, deyək ki, oturursan nahara, bu yeməklə bu yeməyə qatışdırmaq olarmı? Bunu yedikdə bunu yemək. Belə şeylərə diqqət etmək lazımdır mı? Mütləq diqqət eləmək lazımdır. Mütləq diqqət eləmək lazımdır. Çünki mədə balaca bir orqandır. Yəni həmin mədəyə qarışıq tipli yeməklər qəbul eləmək olmaz. Mütləq o yeməklərin, qarışıq tipli yeməkləri, yəni bir yemək məsləhətdir. Yəni, başqa bir yeməyi də yemək istəyirsəsə, mütləq 2-3 saat fasilə vermək lazımdır ki, ikinci bir tərkibli qidanı qəbul edəsiniz. Melahat xanım, çox sağ olun, təşəkkür edirəm. Doğrudan yenə həmişəki kimi çox maraqlı məlumatlar, informasiyalar verdiniz. Əziz tamaşaçılar, xatırladım ki, biz köp problemi haqqında danışdıq və studiyamızın qonağı Vital Klinikanın həkim-terapevti Melahat Abbasova idi. Bax, belə bu sadə olan buraxılışımız sona çatdı. Ancaq axşam sizinlə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.
Xəbər elə həyatın özüdədir. Xəzər xəbər üçün Uğur həyata fərqli gözlə daha yaxından baxa bilmək. Dürüst tərəf